Müəllimlərimiz biraz dincəlsinlər, test işləyirik bayaqdan. Nərmin xanım bugün imtahanda iştirak edən müəllimimizdir. Xahiş etdik ki, qoşulsun, imtahanı necə keçib, nələrdən düşüb, bizə məlumat versin, bir də biraz motivasiya versin. Buyurun Nərmin xanım, əvvəla təbrik edirik uğur qazandığınız üçün. Çox sağ olun. Mən də sizə təşəkkürümü bildirirəm. Əziyyətiniz oldu. Çox sağ olun. Çox rahat idi müəllim. Əslində kurikulum sualda, yəni kurikulumdan narahat olmasınlar. Hansı mövzular idi? E, Diaqnostik qiymət. Mənim hal-hazırda əlimdə o suallar var. İstəyirsiniz atım. Hə, siz göndərin, mənə göndəriblər. İndi onu işlətmişik. 5-6 sual. Siz zəhmət olmasa göndərərsiniz mənə. Mən onları yığacam onlayn formada da işlədəcəm. Diaqnostik qiymətləndirmə ilə bağlı idi müəllim. Səhv cavab oydu ki, şagird fəaliyyətini izləməyə xidmət edir. O da formativ qiymətləndirməyə aid idi. Çox rahat. Aha. Sonra taksonomiya var idi. Taksonomiya, sonra inteqrasiya, tənqidi təfəkkürə aid cədvəl var idi. Doğrular seçmək lazım idi. Aha. Müəllim şagird Bildinizmi münasibətləri. cədvəli? Nə müəllim eşitmədim. Cədvəli doğru seçdinizmi? Şərtə baxdınızmı? 2 dəfə qayıdıb baxdınız ki, bax demişəm ki, cədvəldə şərt. Elə nəticəmi demək olar ki, 100%-ni kurikulum gətirdi. Nə gözəl. Əla, super, super. Bax belə deyəm, ürək açılır. Aha. Kurikulumlara çox rahat idi. Narahat olmasınlar, rahat yaza bilərlər. Aha. Deməli, diaqnostikdən düşüb dediniz. İndi bəli, diaqnostika sual biz bayaq işlədik. Elə siz dediyiniz kimi orada izləmə vardı. Mən də elə fikir verdim. Elə təlimə 5 dəqiqə qalmışdı. Mənim əlimə keçdi. Onları tez yığdım. 5-6 sualdı. Siz zəhmət olmasa nə varsa mənə göndərin. Yəni bilirsiniz, mən çoxuna inanmıram da. Bəzən kurslar özlərindən uydur. Desinlər ki, falan təlimçinin sualdı. Onlara inanmıram. Amma siz konkret işləmsiniz. Siz mənə göndərsəz, mən 100% biləcəm ki, bax, bunlar imtahana düşüb. Çünki öz müdavimlərimə mən 100% inanıram. 2 dənə taksonomiya düşüb, hə, Nərmin xanım? 2 taksonomiya var idi. Tənqidi təfəkkür, qiymətləndirmə, müəllim-şagird münasibəti, sinifin idarə edilməsi ilə bağlı belə bir var idi. Əsas da elə bunlardır da. Nəzəriyyələrdən salınmamışdı, üsullardan yox idi. Deməli, biz təkrar etməliyik. Vaxt dünən biz təkrar etdik. Siz qoşulmuşdunuz dünən təlimə. Biz dünən təkrar etdik. Sinifin idarə olunması, müəllim-şagird münasibətini. Qoşulmuşdunuz. Yox, müəllim, dünən ixtisasa ancaq diqqət ayırmışdım deyə qoşula bilmədim. İmtahan qabağı biz bax, qiymətləndirmədə işləmişik bölümə. Bax, qiymətləndirmədən düşüb. Sonra sinifin idarə olunması, müəllim-şagirdi biz dünən işlədik. Bir daha təbrik edirik Nərmin xanım. Çox sağ olun. Əziyyətinizə görə təşəkkür edirəm. Haqqınızı hava edin. Halal olsun, təbii ki. Hər bir müqaviməyə də uğurlar arzu edirəm. İnşallah yaxşılar. Yəni Nərmin xanım deyir ki, çox faiz, yəni metodikanı ixtisas biraz çətin olur. Zaten filoloqlarda hər il, filoloq da sizdə eləmi? Mənim filoloqdur. Hər il eyni şey. Miqdə də elə olur, sertifikasiyada uzun-uzadı testlər, uzun-uzadı mətnlər sarınlar, çox vaxt aparır. Amma çox şükür ki, yəni əsas o da uğur qazanmışıq, keçmişik və metodikanı da deyirsə ki, rahatdır. Bu 2 qat bizim üçün sevindirici haldır. Bir daha təbrik edirik. İnşallah görüşərik. Üzrdə hesab edin, insafla deyə çox danışa bilmirəm. Eybi yoxdur, çox sağ olun, təşəkkür edirəm. Təbrik edirik bir daha. Buyurub çıxıb işinizlə məşğul ola bilərsiniz. Təşəkkür edirik Nərmin xanıma. İnşallah hər biriniz, bax, sabah imtahan verən müəllimlərimiz də var. Musiqi, təsvirinci sənət, sonra hansıdır? Təsvirinci sənət, musiqi, bir də fizika müəllimləridir. Sabah imtahan verəcəklər. İnşallah inanıram ki, bax, onlar da bu cür deyəcəklər ki, kurikulum rahat idi, yaxşı yazdıq, yüksək bal topladıq metodikadan. Ümumilikdə əsas odur ki, uğur qazanaq birlikdə. Oldu. Təşəkkür edirik Nərmin xanıma. Çox sağ olun. İndi o testləri mənə göndər.